ehtiram etmə deyəndə yenə də Avestiyada oxuyursan, ləzzət alırsan, zövq alırsan. Deyirəm ki, heç olmasa bu Avestiya mətnlərini oxuyarkən bu dünyadan biraz uzaqlaşırsan. Yəni cazibəli bir hesab edəsən ki, canlı bir boşluq demək olmaz, cazibəli bir boşluğa girirsən. Gör nə deyir? Deyir, yaradıcı Ahura Mazdaya biz ehtiram edirik. Bəli. Çünki yaradandır. İnsanı o yaradıb. Deyir, yaxşı Mazda yasna inancına biz ehtiram edirik. Yəni zərdüştizmədir biz ehtiram edirik. Deyir, Allah'ın verdiği yaxşı mükafata biz ehtiram edirik. Biz onun inancında olarkən, salih bəndələr olarkən o bizə mükafat olaraq nəysə həyatımızda bizə bağışlayır. Bəli. Ən çox ehtiram etdiyimiz doğruluqdur. Biz doğruluğa ehtiram edirik. Deyir, biz göyə ehtiram edirik, göyə. Göyə ehtiram edirik. Deyir, biz fəzilətli torpağa, yəni məhsuldar torpağa, bizə hər şey bağışlayan, özünü bağışlayan torpağa ehtiram edirik. Bunu Avesta deyir. Bunu Zərdüşt deyir. Deyir, müqəddəs mantraya, yəni dualara, müqəddəs dualara Allah'a ki oxunur, onlara biz ehtiram edirik. Biz Allah deyin nəyi yaratmışsa ona ehtiram edirik. Ən böyük ehtiramımızdan biri də həqiqətə ehtiram etməkdir. Çünki Tanrı, yaradıcı nə yarattısa həqiqətin içində yarattı. Həqiqət Tanrının, Allahın, yaradıcının xəbərçisidir. Nə baş verirsə Tanrı onu həqiqətin vasitəsilə duyur. Biz deyir gözəl məkanlara, insanların yaşadıkları gözəl məkanlara ehtiram edirik. Çünki orada gözəl insanlar yaşayır. Biz göylərə ehtiram edirik çünki o göylərdə günəş yanır. Orada ulduzlar var, deyir orada ay var. Hətta deyir ki, ay buğanın toxumundandır. Nədən deyir bunu bilmirəm.